Rutinlərin insan həyatına təsiri çox böyükdür. Həqiqətən də insanın sabah və axşam rutini olduqdan sonra işləri daha rahat gedir, özünü daha motive hiss edir və bir çox şeyə gün ərzində nail ola bilir. Bu gün rutinlər haqqında danışacağıq. Əvvəla rutin nədir? Rutin necə bölünür? Bu gün onu müzakirə edəcəyik. Rutinlər dediyimiz şey bizim səhər müəyyən zaman periodunda etdiyimiz alışkanlıqların zəncirləmə versiyasıdır. Məsələn, mən öz rutinlərimdən nümunə verim. Səhər saat 5-də durmaq, əl üzünü yumaq, meditasiya, minnətdarlıq günlüyü, otağı yığışdırmaq və davam. Məsələn, gördün, artıq bura dərs oxumaq falan əlavə eləmədim. Bunlar qəlibləşmiş alışkanlıqlar olmalıdır. İndi sən də öz sabah rutinini qura bilərsən, axşam rutinini qura bilərsən. Ümumiyyətcə, rutinlər insan həyatına təsiri çox böyükdür. Gəldik, sabah rutini necə olmalıdır? Sabah rutini üçün əsasən çətin deyil, daha asan və edilə biləcək şeylər qoyulmalıdır. Sabah rutinləri zamanı çalış ki, sabah edə biləcəyin və əvvəldən etdiyin vərdişləri qoyasan. Məsələn, səhər 15 dənə turnik vuracam, qoya bilərsən. Səhər durdum, əl üzümü yudum, 15 dənə turnik vurdum, 15 dəqiqə qaçdım, evə gəldim. Və ya nə bilim, səhər durdum, məsələn, əl üzümü yudum, dəftər kitabımı yığmaq, otağı yığışdırmaq, məsələn, 3 dəqiqə meditasiya, sonra da davam edirsən. Bunlar yəni qəlibləşmiş formada olur. Oraya məsələn fizik oxu falan daxil eləmirsən. Onlar standart və sadə şəkildə olurlar. Alışkanlıq cədvəlində qurmalısan. Məsələn, bugündən etibarən özünə rutin yaratmaq, daha disiplinli, daha motivasiyalı olmaq istəyirsənsə, alışkanlıq cədvəlinin yuxarı xanasına rutinlər yazıb rutinlər bölməsi açmalısan. Məsələn, olsun noyabrın 11-i. Sən noyabrın 11-nə artıq plus atırsan ki, bu gün rutinlərimə sadiq qaldım. Noyabrın 12-sinə plus atırsan, bu gün rutinlərimə sadiq qaldım kimisindən. Alışkanlıq cədvəlində 21 gün və ya 90 gün arasında çəkə bilərsən. Nə qədər sənə rahatsa, onu sınaya bilərsən. Bəs səhər rutinləri haqqında danışdıq, alışkanlıq cədvəli danışdıq. Axşam rutini necə olmalıdır? Axşam rutininə daha çox gənclərin ən böyük səhvlərindən biri isə axşam rutininə çətin şeyləri qoymaqdır. Nə bilim, idman elə, qaç falan filan. Xeyr. Axşam rutininə çox sadə şeyləri qoymalısan. Məsələn, evə gəldim, əl üzünü yenə yudun, yeməyini yedin, günlüyünü yazdın. Məsələn, yazırsan ki, bu gün məsəl üçün tarixdən aylıq yoxlama yazdıq, maraqlı keçdi, yaxşı yazdım, falan dostumla danışdım, günlüyünü yazırsan. Alışkanlıq cədvəlinə plus minusunu atırsan. Məsələn, bu gün meditasiya elədim, ancaq kitab oxuya bilmədim. Və ya bu gün kitab oxudum, meditasiya elədim, ancaq məşq eləyə bilmədim. Məşqin qabağına çıx qoyursan və bunları belə cədvəl şəklində nəzarətdən keçirməyə başlayırsan. Əlbəttə, rutinlər insandan insana, zamandan zamana dəyişə bilər. Rutinlərinə güncəlləmə edə bilərsən və ya rutinlərini başqa bir rutinlə əvəz edə bilərsən. Məsələn, mən öz rutinlərimdən nümunə verdim ki, rutinin nə demək olduğunu az-çox anlayasan. Rutini belə göz ardı bir şey kimi baxma, elə belə bir şey kimi baxma. Çünki, necə dedim, qüvvə momenti kimi itələmə qüvvəsi böyük olur. Sanki arxadan maşını itələyirsən, rutinlər maşını itələyir, sən isə maşının içində oturmuşsan, maşını xodlamağa çalışsan. Məsələn, köhnə maşınlardan çox müşahidə olunur bu. Məsələn, maşını arxadan itələyirlər, tutaq ki, rutinlərdir, maşını arxadan itələyirlər, sən də maşını xodlayırsan və sürməyə davam edirsən, gün boyu maşını sürürsən. Artıq sən o maşını söndürəndə, yəni gecə vaxtıda maşını yenə əvvəlki halına rutinlərlə qaytarırsan. Əminəm, misalda nə demək istədiyimi sənə çatdıra bildim. Gəldik, bəs rutinlər insanı dəyişdirir. Ancaq bəzən vaxt da bizə təsir edə bilər. Elə gün olacaq, qonaqlarınız gələcək. Elə gün olacaq, başqa şəhərə dincəlməyə gedəcək. Elə gün olacaq, heç evdə olmayacaq. O zaman rutinlərimizə necə sadiq qalmalıyıq. Hər zaman bir B planı, rutinin olsun. Məsələn, bu gün fərz edək ki, rayona getmişsiniz dincəlməyə. Səhər durdun, idman alınmır yəni. Alışkanlıq cədvəli də eləməmisən. Özünlə məsələn, günlüyünü mütləq aparırsan rayona. Günlük zaten dediyimiz maksimum 100 vərəqli balaca bir dəftər olsun. O dəftəri özündən aparırsan ki, alışkanlıq takibini oradan riayət eləyəsən. Deyək ki, yadından çıxdı, hal-hazırda rayondan baxırsan bu videoya. Telefonunda not yerinə və ya WhatsApp-dan özünə mesaj olaraq da ata bilərsən, yaza bilərsən özün haqqında. Məsələn, günün necə keçdi, rayonda bu gün yürüyüşə çıxdım,
Bu gün məsələn Bayraq meydanına getdim. Mən ən çox rayonda bunu edirəm. Yəni yürüyüşə çıxıram, Bayraq meydanına gedirəm, Kürün sahilində gəzirəm və sairə və sairə. Yəni alışqanlığa, indi gəlirik alışqanlığa necə B planı tutmaq olar. Məsələn, səhər duradıq, sən səhər əl üzünü yuyurdun, meditasyon edirdin, minnətdarlıq günlüyü tuturdun, sonra isə davam edirdin. Bu dəfə deyək ki, minnətdarlıq günlüyü tuta bilmədin. Belə məsələn, səhər durdun, gözünü açırsan kravatında, elə yatağındadır. Bir dəqiqə gözünü yumub meditasiyanı edirsən. Telefonun da böyük ehtimal yanında olacaq. Və ya içindən 30 saniyə saya bilərsən, telefonun yoxdursa, belə bir dəqiqə boyunca meditasiya etməyə çalışsan, durursan və deyirsən ki, ən azından mən rutinimə sadiq qalmış oldum. Niyə? Çünki 1 sıfırdan böyükdür. Bu sözü hər zaman deyəcəm, deməkdə də davam edəcəm. 1 sıfırdan hər zaman böyükdür. Sən desən ki, ay yox, bu gün mən rutinimə sadiq qalmadım, eləmədim, artıq deyəcəksən ki, lazım deyil. Bir gün, bax, rutini bir gün atlatsan xətadır, 2 gün atlatsan digər alışqanlıqların başlanğıcı ola bilər. Ona görə rutinlərinə sadiq qalmağı tövsiyə edirəm. Yekun olaraq deyəcəm ki, rutinlər sənin köməkçi vasitələrindir. Dərs oxumaqda, həyatda, hər şeydə sənə motivasiya və dəstək ola bilirlər. Bir çox nailiyyət əldə etmiş insanların da özünə məxsus rutinləri var. Mən də bunları gördükdən sonra öz rutinlərimi yaratmağa başladım. Rutinlərlə bağlı sualın olarsa, nəyi necə edəcəyini bilmirsənsə, şərhlər qismində yazmaqdan çəkinmə. Həm mənə, həm də algoritmaya dəstək olmaq üçün kanala da abunə ola bilərsən. İzlədiyin üçün təşəkkür edirəm.